Tənliklər sistemindən x çıxaq y fərqini tapın. İlk olaraq hər bir tənlikdə fərqi kvadrata yüksəldirik. Açırıq, x kvadrat çıxılsın 2x üstəgəl 1 üstəgəl y kvadrat çıxılsın 4y üstəgəl 4 bərabər 17. X kvadrat çıxılsın 4x üstəgəl 4 üstəgəl y kvadrat çıxaq 2y üstəgəl 1 bərabər 13-ə. Aldığımız tənlikləri tərəf-tərəfə çıxaq. Çıxanda burada x kvadratlar, y kvadratlar islah olacaqdır. Deməli, mənfi 2x üstəgəl 1, çıxaq 4y üstəgəl 4, çıxaq. Çıxma zamanı 4x müsbət olur, işarə dəyişir. Çıxaq 4, üstəgəl 2y, çıxaq 1, bərabər 17 çıxılsın 13. Mənfi 2x ilə 4x hesablasaq müsbət 2x, mənfi 4y ilə müsbət 2y olacaq mənfi 2y, 1 ilə 1 islah olur, 4 ilə də 4 islah olacaqdır. Bərabər 17-dən 13 çıxdıq, cavab da 4 verdi. Hər tərəfi 2-yə bölsə x çıxaq y bərabər 2 alırıq. Elə həmin fərqi tapmaq lazım idi. Cavabımız olur A variantı.